Deməli bu boyda Azərbaycan xalqının nə problemi var, nə dərdi var, nə səri var, nə acı var, nə yalavacı var. Hə, hamıdan xoşbəxt insanlar bizik, çox şükür ilahinin böyüklüyünə. Verilişlərə baxırsa bir-birindən rəngarəng. Nə qədərlə rəqs olar, nə qədərlə şou proqramlar olar, nə qədərlə razvezi belindən olan xanımlar göstərilər. Elə bil ki, sərgiyə qoyulublar. Hamısı, bütün kanallarda, sosial şəbəkələrdə razvezi düz budundan, hə, gözəldir, qəşəngdir. Bunu kimə göstərirlər? Bunu kimə təbliğ edilir? Qəşəngdir, rəqs edir. Yoxsa bu sosial şəbəkələrdə, televiziya kanallarında bu təbliğ edib kimi ayıldırsınız? Körpə-körpə uşaqları mı? İndi görürsünüz ki, cavan qızlar, oğlanlar heç bir valideyni eşitmir. Hər kəsən öz başınadır. Görürlər ki, onlar nə ayrırlar. İndiki cəmiyyətdə belədir. O yolunda gedirlər. Nə qədər nə deyim, şou proqramlar olar. Bir heç olmasa bu şəhidlərimizdən, qazilərimizdən, nətər xəstələrimizdən, xəstələr uşaqları qoyurlar, yardım istəyirlər. Onlardan bir danışın, söhbət eləyin, yazılı bir yardım eləyin. Bu boydana xalqımız var bizim. Neft ölkəsiyik, qaz ölkəsiyik, nə bilim, nə ölkəsiyik. Hər şeyimiz var. Amma bizim millət niyə acından ölsün? Nə qədərinə barlar açılar? Barlar açılınca nə olar? İş yerləri açın, fabrik açın, zavod açın rayonlarda. Cəmaət hamısı təpilib Bakıya. Bakı çökəndə birdən çökəcək. Yolundakı açılan barlar var, otellər var ha. Onların əvəzinə fabrik zavod açın rayonlarda. Qoyun işləsin də bu cavanlar da. Başları qarışmır, bekarçılıqdan pis yollara düşürlər. Bizim millətə yaraşan haqq hesab deyir bu. Bizim bu cavan uşaqlarımız indi ailəm uşaqlarımız baxır sosial şəbəkələrdə görür ki, millət hamısı soyunub lütgəzir. Nə var ki burada? Biz də danışanda deyirlər ki, geridə qalmısınız.